Allah'ın salamı olsun xalqımıza, millətimizə. Bugün yenə Biləcəlidə Məmmədoğullar deyilən servisin arxasında 5 sotda 6 otaqlı evimizin təqdimatına gəlmişik. Evimiz qeyri-adi tikilib, çox zövqlə tikilib. Faik müəllim yenə xahiş edirəm, həyəti ilə izləyicilərimizi tanış eləyərdi. Tam maşıncıyla həyətdir. Burada maşın girmək üçün, maşın saxlamaq üçün yer düzəldiblər özləri üçün. Bağlı, bağçalı, meyvəli, dekorativ ağaçları var. Manqalnisi var həyətdə. Çox gözəl bir evdir. Evimiz təcili satılır. Həm də Faik müəllim, əşyalı satılır. Bəli. Həm də Baterə gedir. Bater evləri də Gənclikdə, Ayna Sultanovada təzə bina evlərindən Baterə gedirlər. İnşallah. Qeyri-adi bir evdir, çox gözəl, zövqlə tikilən bir evdir. Burada bir gözəl, qəşəng manqalnısı var, orada pisetkası var. Çox qəşəng, gözəl. Səliqəli bir evdir. Burada da yenə bir balkon kimi düzəldiblər birinci mərtəbədə. Ya Allah, daxil olaq inşallah. Ya Allah. Ya Allah. Deməli, qardaş. Ya Allah. Qardaş, evimizə daxil olan kimi yenə təkrar edirəm, ev əşyalı satılır. Bütün əşyalar qalır. Evimizə daxil olan kimi sol tərəfdə bir qadovkadır. Bəli, sağ tərəfdə yataq otağımızdır. Pəncərəsi öz həyətinə baxır. Çox böyük, çox geniş yataq otağıdır. Gəl qardaş. Gəl buranın da içərində, buranın da çəkək qəşəng. Deməli, qardaş, bura hamam sanuzerdir. Bura hamam sanuzerdir. Buradan da, qardaş, bax belə, buradan zəhmət olmasa Faik, gəl bir dənə qardaş. Bura həm kombi otağıdır, həm yenə bankaları yığmağa yerdir. Buradan da həyətin yenə, burada da qəşəng, kladovka düzəldib, yenə nə qədər istəyirsən bankalar yığa bilirsən. Çox gözəl, çox qəşəng bir səliqəli evdir, çox səliqəli evdir. Təkrar edirəm, ev əşyalı satılır. Deməli, birinci mərtəbədə bir yataq otağıdır. Hamam sanuzerdir. Burada jakuzzimiz yerləşir. Addenlidir. Buradan da bu tərəfə parnoyumuz var. Zəhmət olmasa onu da çək. Bütün şərait qurublar. Çox qəşəng, çox gözəldir. Deməli, qardaş, birinci mərtəbədə bizdə oldu bir yataq otağı, hamam sanuzi, kombi otağı, o tərəfdə qaladovkası, burada jakuzzisi, burada da parnoyu. Gəldik burada qonaq otağımızda. Belə geniş qonaq otağımız var, zal studiya deyirik da buna. Kuxna da buradadır. Qonaq otağı çox böyük olduğuna görə elə kuxna da buradan gedirlər. Ay qardaş, bir dənə zəhmət olmasa, yaxşı-yaxşı çəkərdim buraları. Kameralar qoyulur. Hər şey izlənir qardaş. Çox gözəl bir evdir. Ya Allah. Qeyri-adi bir. Pəncərələr öz həyətinə baxır. Orada kamindavarımızdır. Çox qəşəng, çox gözəl. Zövqlə tikilən bir evdir. Allah arzusunda olanlara qismət eləsin. Bu ev qalmayacaq. Bunun çəkilişinə gəlmişəm mən. İnşallah ki, bu ev qalmayacaq. Tez satılacaq. Deməli, qalxırıq ikinci mərtəbəyə, qardaş. Qalxa-qalxa mən bayaq yoxlamışam pilləkənləri, necə bərkdir. Taxtadan yırılır, çox möhkəm, görsən bir dənə səs yoxdur. Ya Allah, ikinci mərtəbəyə qalxan kimi mənim gözəl qardaşım, bir dənə oralar qəşəng çək. Çox gözəl, çox qəşəng evdir. Allah arzusunda onlara qismət eləsin. Deməli, ikinci mərtəbəyə qalxan kimi sağda bir yataq otağımız var. Yataq otağından da Faik qardaş, deməli,
İncimə zəhmət olmasa oradan bəri gələrsə. Elə. Yataq otağından da burada bir gene otağımız var. Divan kreslo koyublar, otururlar. Hem de idman için burada. Yani qəşəng düzüb qoşublar. Yine pəncərəsi. Bunun da qapısı var, onun da qapısı var. Burada da bir yataq otağımızdır. Gel qardaş, elə beləcə gəl çəkə göstərək. Burada uşaq otağıdır. Girəndə bilmək olur. Allah balalarımızı sağlasın ya Rəbbi. Bütün balaları Allah korusun. Burada da yine bir otağımız var kardeş. Görürsen. Yatak otağımız var. Burada da onun yine kladovkasıdır. Bəli. Bak. Güzel kardeş. Yani görün buranı bağladı diyesin. Buradan da belə düz get qardaş zəhmət olmasa elə belə göstər, çox getmə. Balkondur. Bura balkondur. Burada balkondur. Burada da mən bağlayaram, əziyyət çəkmə. Bir sanuzerimiz var, 2-ci mərtəbədə. Deməli evimiz 6 otaq. 2-ci mərtəbədə bir sanuzer, aşağıda hamam sanuzer ayrı, jacuzzi ayrı, parnoy ayrı, kladovkalar ayrı. Çox belə bir gözəl evimiz satışa çıxıb. Evimizin deməli Faik qardaş. Evimizin start qiyməti 300 min manatdır. Yenə deyirəm, ev sahibi barteri eləyir evi. Amma Gənclik ərazisində, Nərimanov ərazisində, Ayna Sultanovada, Nərimanov yox, Ayna Sultanova Gənclik. Bu iki ərazidə barter eləyir, yeni tikili binada evlərindən. Allah alana da, satana da xeyir versin. Allah Teala arzusunda olanlara qismət eləsin inşallah. Çox gözəl evdir Faik. Çox gözəl. Çox qəşəng, çox gözəl. Evin Faik, həyət çöl tərəfində də yeri var. Böyük bir setkanın içində yeri var. Toyuq cüzə saxlayırlar da özləri üçün. Qəşəng. Allah xeyir versin ya Rəbbi. Qəşəngdir, qəşəngdir. Bax da, çəklər. Ləzzətlidir valla. Çox ləzzətlidir. Bəli qardaş. Həm də hazır satılır da heç